Bəhruz müəllim, ümumiyyətlə Vaşinqton samitindən sonra artıq bir neçə dəfədir ki, liderlər səviyyəsində görüş baş tutub və Abu-Dabidə keçirilən bu görüşün sülh prosesinin hansı mərhələsi hesab etmək olar? Təşəkkür edirəm. İlk növbədə onu qeyd edək ki, Vaşinqton samiti, bütövlükdə Vaşinqton samitinə qədərki proseslər, ondan sonraki de facto sülhün, de-yure sülh istiqamətində irəlilədilməsi sayəsində səylər, bunlar bir mənalı şəkildə Azərbaycan prezidentinin təşəbbüsləri, Azərbaycan dövlətinin qazandığı hərbi siyasi zəfərlərin əsasında formalaşan reallığın nəticəsidir. Əlbəttə, son dövrlər Ermənistan rəhbərliyinin, Ermənistanın ayrı-ayrı vəzifəli şəxslərinin sülh ritorikası bu bizi sevindirir. Amma ilk növbədə nəzərə almalıyıq ki, mövcud sülh yalnız Azərbaycanın məcbur etmə tədbirlərinin və Azərbaycanın hərbi siyasi zəfərinin ilk növbədə nəticəsidir. Konkret olaraq Əbu-Dabi görüşünə gəlincə, bilirsiniz ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi Vaşinqtondan sonra, yəni ötən ilin avqustun 8-dən sonra tamamilə yeni mərhələyə qədəm qoydu. Bu ilk növbədə Azərbaycanın yaratdığı yeni reallıqların dünyanın bir nömrəli gücü tərəfindən də qəbullanılmasının rəsmən Ağ Evdən, Oval Kabinetdən bəyan olunması ilə bağlı idi. Yəni kimlər ki, sülhün perspektivinə mane olmaq istəyirdi və kimlər ki, demokratlar iqtidarı dövründə Amerika Birləşmiş Ştatlarının davam etdirdiyi və ədalətsiz xəttin təsirlərinin ən azından bir neçə il davam edəcəyi qənaətində idisə, onların hamısının o qənaətləri fiyaskoya uğradı və Azərbaycanın şərtləri, o cümlədən beynəlxalq hüququn tanınmış normalarında əksini tapan prinsiplərin nailliyi şəraitində yeni bir sülh mərhələsi başladı. Və bu mərhələ özlüyündə əvvəlki dövrün o nəzəri əsaslarından daha çox praktik addımlara doğru getməyə başladı və Əbu-Dabidə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə də o məmnunluqla ifadə olunduğu kimi artıq ölkələr arasında bu və ya digər formada ticarət əlaqələri işlək və nizamlı formada davam etməyə başladı. Düzdür, köklü ticari əlaqələrdən hələ danışmaqdayız, amma ən azından Azərbaycan ərazisindən Ermənistana müəyyən məhsulların ötürülməsi, Azərbaycan məhsullarının. Digər tərəfdən Azərbaycanın tranzit məhdudiyyətləri aradan qaldırması və digər ölkələrin Rusiyadan, Qazaxıstandan Ermənistana məhsulların daşınması bu artıq real praktik addımlar deməkdir. Həmçinin Ermənistan tərəfinin artıq Zəngəzur dəhlizi istiqamətində real addımlar atması, öz ərazisini tranzit üçün Azərbaycana əvvəlcədən təklif etməsi kimi bəyanatlar, bunlar təbii ki, bir neçə il əvvəl heç düşünə bilməyəcəyimiz, daha doğrusu Azərbaycanın düşündüyü, amma Ermənistan cəmiyyətinin və Ermənistan rəhbərliyinin xəyal edə bilməyəcəyi bir reallıqlar yaratdı. Və təsadüfi deyil ki, elə adi şəklən görüşdə də ifadə olunduğu kimi artıq Azərbaycan və erməni cəmiyyəti, xüsusən erməni cəmiyyəti Azərbaycan və Ermənistan arasında sülh prosesinin real nəticələrini hiss etməkdədir. Məsələn, yanacağın qiymətinə münasibdə. Belə bir şəraitdə təbii ki, artıq biz real sülh addımlarından danışırıqsa, indiki halda sülhə ən böyük, bu uğurla davam edən sülh prosesinə ən böyük töhfə təbii ki, təmasların davam etdirilməsidir. Mövcud prosesin irəliyə doğru aparılması iradəsinin davam etdirilməsidir. Əbu-Dabidə, daha öncə bilirsiniz, Düşənbədə, ondan öncəki dövrdə isə Kopenhagendə liderlərin görüşləri olmuşdu. Yəni, bu artıq iradə ifadəsidir ki, aidiyyəti digər strukturlar da öz istiqamətlərində irəliləyiş əldə edə bilsinlər. Məsələn, bilirsiniz ki, sərhədlərin delimitasiya, demarkasiya istiqamətində aidiyyəti hökumət komissiyalarının işləri davam edir. Bu çox yorucu, ağır, çətin bir prosesdir və bu prosesin çətinliyi heç də Azərbaycanla Ermənistan arasında uzun illər müharibə getməsi ilə bağlı deyil. Azərbaycan və Rusiya arasında, Azərbaycan və Gürcüstan arasında da hələ də sərhədlərin delimitasiya və demarkasiya prosesini başa çatdırmamışıq. Eyni zamanda digər istiqamətlərdə qeyd etdiyimiz kimi beynəlxalq platformalarda artıq Azərbaycan və Ermənistanın bu və ya digər formada qarşılıqlı olaraq bir-birinin mövqeyinin dəstəklədiyinin zaman-zaman şahidi olmaqdayıq. Təbii ki, burada o mərkəzdən qaçma təsirlərinin zaman-zaman şahidi oluruq. İlk imkanda bu və ya digər formada ayrı-ayrı erməni məmurlarının ya hansısa mərkəzdən gələn təlimatla, ya kənardan gələn təlimatla ayrı-ayrı zamanlarda əvvəlki ritorikaya qayıtma cəhdlərinə şahidlik edirik. Amma bütövlükdə fon de-yure sülhə doğru gedən fondur və artıq bizdə istər Ermənistan konstitusiyasında dəyişikliklə bağlı müəyyən ümidlər formalaşıb, hansı ki, əvvəllər bu bizdə yalnız tələb formasında idi. Bugün artıq həmin tələblərimiz həm də ümidlə müşahidə olunmaqdadır. Həmçinin Ermənistan tərəfinin zamanla verdiyi açıqlamaları, bu yaxında elə Ermənistan parlamentinin sədrinin münaqişə ilə bağlı verdiyi açıqlama, Qarabağla bağlı verdiyi açıqlamalar, bunlar hamısı göstərir ki, Azərbaycan prezidentinin böyük uğurla realizə etdiyi sülh artıq həm də Ermənistanın
özü tərəfindən yalnız məcbur etmə tədbirləri kimi yox, həm də reallığı görən praqmatik əsaslarla qəbul olunmağa başlayıb. Bəhruz müəllim, sizcə bax bu görüşü Azərbaycan lideri ilə Ermənistanın baş naziri arasında keçirilən görüşü ümumiyyətlə Cənubi Qafqazda sülhə dönüş nöqtəsi kimi son mərhələ hesab etmək olarmı? Əlbəttə, biz əgər Vaşinqton görüşünün keçirildiyi, əlbəttə həmin Vaşinqton görüşünü biz çox yüksək qiymətləndiririk, yeni bir mərhələ başlayıb, amma həmin dövrün status quo-su ilə, şəraiti ilə müqayisə etsək, həmin dövrdə yalnız iradə ifadə olundu. Amma ötən dövr ərzində artıq, bayaq da qeyd etdiyim kimi, dövlətlər arasında real əməkdaşlıq nümunəsi ortaya qoyulub. Bir daha deyirəm, artıq yüklər daşınır Azərbaycan ərazisindən, artıq qarşılıqlı olaraq beynəlxalq platformalarda bu və ya digər formada təşəkkür ünvanımızda səsləndiyini biz eşidirik. Paşinyan ən azından 2 dəfə beynəlxalq platformada Azərbaycan prezidentinə, Azərbaycan dövlətinə təşəkkür edib. Həmçinin vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı səfərləri baş tutub. Eyni zamanda Azərbaycan və Ermənistan mediası düşmən ifadələrindən daha az istifadə etməyə başlayıb. Təbii ki, bu da proseslərin gedişində, xalqlar arasında etimad mühitinin yaranmasında və bütövlükdə dövlətlər arasında sülh prosesinin real nəticələrə doğru irəlilədilməsində mühüm rol oynayır. Bu mənada artıq o görülə biləcək işlər demək olar ki, görülüb. Bir daha deyirəm. Sülhün imzalandığı şəraitdə biz əvvəldən mövqeyimiz ondan ibarətdir ki, sülh və sərhədlərin delimitasiya, demarkasiya prosesi ayrı xətlərdir və biz sülh imzalayacağıqsa, sülh imzalanandan sonra da o prosesi davam etdirmək olar. Delimitasiya, demarkasiya prosesləri müzakirə olunub bu görüşdə. Əlbəttə. Sizcə yaxınlaşma, növbəti addımlar nədən ibarət ola bilər? Ümumiyyətlə, bu istiqamət. Mən hesab edirəm ki, bugünkü görüşdə delimitasiya və demarkasiya ilə bağlı danışıqlar bir mənalı şəkildə ötən 6 ay ərzində hökumət komissiyalarının, hökumətlərin öz istiqamətlərində əldə etdikləri nəticələrin deməli bir mənalı şəkildə o ümumiləşdirilməsi kimi qiymətləndirilə bilər. Çünki proses, bir daha deyirəm, kifayət qədər uzun prosesdir, kifayət qədər ağır bir prosesdir. Əlbəttə və bu istiqamətdə əldə olunan nəticələrin ümumiləşdirilməsi çox vacibdir. Digər tərəfdən sülh istiqamətində yeni bir mərhələdirmi? Bu da özlüyündə kifayət qədər maraqlı, baxış tələb edən sualdır. Qeyd etdiyim kimi, artıq praktik addımlar varsa və qeyd edək ki, Vaşinqton görüşünə qədər ki, biz bir Əbu-Dabi formatı görmüşüksə və həmin format Vaşinqtona qədər bizi aparıbsa, deməli, bu və digər formada əslində həm də biz buna bir siyasi siqnal kimi, geosiyasi siqnal kimi hətta baxa bilərik. Bəli, indi biraz mürəkkəb mərhələ keçirik, çünki Ermənistan seçki ərəfəsindədir. Ermənistan daxilində yəqin ki, seçki prosesində Azərbaycanla, Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı müəyyən ifadələr işlənəcək, müəyyən mövzulara baş vurulacaq. Hətta hakim partiya özü belə... Cəmiyyətlər buna imkan verəcək? Bilirsiniz, əslində hakim partiyanın özünün belə seçki prosesi ərəfəsində müəyyən populizmə yol verəcəyi gözləniləndir. Amma istənilən halda cəmiyyətlər burada ikinci mərhələdədir. Söhbət erməni cəmiyyətindən. Bəli, xüsusən erməni cəmiyyəti bu prosesdə onların qərarı ikinci mərhələdədir. İlk növbədə siyasi qərar olmalıdır, siyasi iradə olmalıdır. Siyasi iradə var, paraflanma üçün siyasi qərarı var, amma prosesin de jure mərhələyə, yəni paraflanmış sənədin həm imzalanması, eyni zamanda həm də parlamentlər tərəfindən ratifikasiya olunması, yəni bütövlükdə real sülh dövrünə qədəm qoyulması bu siyasi mərhələdə başa çatdırılmalıdır ki, cəmiyyətlər tədricən bu proseslərə alışsın. Bu bizim üçün gözlənilməz deyil. Cənab İlham Əliyev də dəfələrlə vurğulayıb ki, biz gözləmirik ki, cəmiyyətlər birdən-birə bir-biri ilə dost olacaq. Amma ən azından Azərbaycan cəmiyyəti və tədricən də erməni cəmiyyəti başa düşür ki, biz bu bölgədə birlikdə yaşamağa məhkumuq. Belə olan təqdirdə, xüsusən də son proseslərdə elə bu görüşdə də ifadə olunduğu kimi artıq cəmiyyətlər başa düşür ki, xüsusən erməni cəmiyyəti başa düşür ki, bizim əməkdaşlığımız, bizim tərəfdaşlığımız daha çox fayda gətirir. Ermənistan 30 ildən çox Qarabağı, Şərqi Zəngəzuru işğal altında saxladı. Eyni zamanda Azərbaycanın ətraf bölgələrini mütəmadi olaraq atəşə tutdu. Nə qazandı? Heç bir şey qazanmadı. Əksinə, siyasi cəhətdən çox ciddi itkiləri oldu. Bütövlükdə bu coğrafiyada özünün mövqeyini, nüfuzunu itirdi. İqtisadi itkiləri isə burada saymaq kifayət qədər geniş vaxt alar. Yəni, Ermənistan cəmiyyəti sözün əsl mənasında səfil duruma düşdü. İşsizlik bu ölkədən kütləvi köç başladı. Bunların hamısı əlbəttə ki, Ermənistanın yanlış siyasətinin, Ermənistanın imperialist dairələrin alətinə çevrilməsi siyasətinin, gedişatının nəticələri idi. İndi Ermənistan üçün bir şansdır.
Əlbəttə, biz bütövlükdə region üçün bu prosesə bir şans kimi baxırıq. Axır ki, region rahat nəfəs alsın. Azərbaycan üçün bu regionda xüsusi bir təhlükə əxz edən məqam yoxdur. İstənilən xarici təhdidə biz regionda yerində cavablandırmaq gücündəyik. Həm iqtisadi cəhətdən, həm hərbi cəhətdən, siyasi cəhətdən, diplomatik cəhətdən. Amma bütövlükdə biz daha çox qazana bilərik. Bütövlükdə biz daha sabit bir mühit əldə edə bilərik, əgər regionun bütün dövlətləri sülhə sadiq qalarsa. Və Ermənistanın ərazisindən biz istifadə etməklə, həmin o tranzit imkanlarından istifadə etməklə alternativlərimizi əldə edə bilərik qlobal bazara çıxış baxımından. Eyni zamanda Ermənistan bir mənalı şəkildə bu bölgədəki vəziyyətdən faydalanmaqdadır artıq və daha geniş faydalana bilər. Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olunması Rusiya üçün, İran üçün, Türkiyə üçün, Mərkəzi Asiya üçün, Gürcüstan üçün tam yeni imkanlar yarada bilər. Əlbəttə, bizim indi bugün qayəmiz, bax, bu reallıqların cəmiyyətlərə başa salınmasıdır. Azərbaycan cəmiyyətində, baxmayaraq ki, bir 30 illik işğala, təcavüzə məruz qalmış bir dövlətin vətəndaşlarıyıq. Eyni zamanda ərazilərimizin 20%-dən artığı total olaraq, sistemli şəkildə dövlət siyasəti çərçivəsində Ermənistanın ekosida, urbisida, kulturasida məruz qalıb. Amma buna baxmayaraq, bizim cəmiyyət, açıq demək lazımdır, kifayət qədər sağlam davrana bilir. Böyük əksəriyyət kifayət qədər sağlam davrana bilir və bugün hətta ən həssas təbəqəmiz olan şəhid ailələridir, müharibə iştirakçılarıdır belə. Bunlar belə Vaşinqton görüşündə sülh sazişinin paraflanmasını alqışladılar. Çünki cəmiyyətlərdə həmin təbəqələrin prosesi qəbul etməsi, müharibənin yaralarını birbaşa öz üzərində hiss etmiş ailələrin, şəxslərin bunu qəbul etməsi müəyyən zaman aparır. Azərbaycan cəmiyyətində, Azərbaycan prezidentinə, Azərbaycan dövlətinə, Azərbaycanın liderinə qəti inam var. Onun imzaladığı sənədlər bir mənalı şəkildə Azərbaycan dövlətinin və hər bir Azərbaycanlının mənafeyini ifadə etdiyi heç kimdə şübhə doğurmur. Amma erməni cəmiyyəti haqqında bunu deyə bilmirik. Biz indi əlbəttə digər dövlətin daxili işinə qarışmaq niyyətində deyilik. Əgər həmin daxili iş birbaşa bizimlə bağlı məsələ deyilsə. Amma reallıq ondan ibarətdir ki, Ermənistanda bugün hələ də o qan içənlər, Xocalı cəlladları, o başqa ölkələrin biz bilirik, onlar hamısı hansı kəşfiyyat xidmətinə sözün əsl mənasında qulluqçuluq edir. Kaşaryan, Sarkisyan, cinayətkar cütlüyü. Bunlar hələ də kifayət qədər müəyyən gücə sahibdirlər, revanşist ailələr, kilsə. Belə bir məqamda Ermənistan cəmiyyətindən monolit bir mövqe gözləmək biraz çətindir. Amma bütövlükdə proseslərin axarı, Cənab İlham Əliyevin yaratdığı geosiyasi status quo onu deməyə əsas verir ki, artıq erməni cəmiyyəti də necə deyərlər, üzü bəridir və tədricən biz bu reallıqların real sülh zəminində, real sabitlik zəminində və hüquqi cəhətdən bu müqavilələrin təsbit olunduğu, müqavilələrdə təsbit olunduğu hüquqi şərait zəminində biz bu proseslərin bəhrəsini görəcəyik. Bəhruz müəllim, təbii ki, növbəti addım olaraq biz böyük sülhün əldə olunmasını gözləyirik və bunu da Ermənistan adekvat addım atmalıdır. Necə düşünürsünüz? Bax, növbəti mərhələ kimi, növbəti addım kimi biz Ermənistandan hansı addımları gözləyə bilərik? Sülhlə bağlı. Əslində bir məsələ... Açıq qalan məsələlər varmı? Bir məsələ istisna olmaqla demək olar ki, ölkələr arasında açıq qalan məsələ yoxdur. Həmin məsələ də biraz öncə də qeyd olunduğu kimi Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana münasibətdə ərazi iddialarının mövcudluğudur. Düzdür, Ermənistan tərəfi bunu hüquqi cəhətdən əsaslandırmağa çalışır ki, referendumla hər hansı formatda bu aktlarda, bu və ya digər formada Konstitusiya Məhkəməsinin qərarı və s. aktlarla birbaşa göstərməklə ki, həmin qüvvə, həmin konstitusiyon müddəanın qüvvəsi artıq digər aktlardan üstün deyil və s. Bu kimi izahatlar verməyə çalışırlar dəfələrlə, amma son nəticədə normal qəbul olunmuş prosedur ondan ibarətdir. Bütün dünyadakı ölkənin konstitusiyasının hüquqi qüvvəsi bütün aktlardan, o cümlədən beynəlxalq hüquq aktlardan daha üstün sayılır. Bəli, ölkədə hansısa qanunvericilik aktının hüquqi qüvvəsi bu beynəlxalq normadan aşağı tutula bilər. Amma bütövlükdə Ermənistanın özünün də konstitusiyasına görə Ermənistanın hər hansı qoşulduğu beynəlxalq müqavilə, o cümlədən də Azərbaycanla imzalayacağı müqavilə heç bir formada konstitusiyadan üstün ola bilməz. Əgər konstitusiyada da müvafiq olaraq Azərbaycan ərazi iddiası preambulada dolayısıyla əksini tapırsa, bu artıq Ermənistanın Konstitusiya Məhkəməsinin verəcəyi istənilən qərardan və yaxud referenduma çıxarılan zaman qəbul olunacaq istənilən aktdan daha üstün bir arqumentdir.
İndiki halda bizim gözləntimiz Ermənistan konstitusiyasından və analoji olaraq digər qanunverici aktlardan müvafiq müddəanın çıxarılmasıdır. Təbii ki, bu və ya digər formada sual doğuran digər məqamlar da var. Məsələn, Azərbaycanla Azərbaycan arasında, yəni Naxçıvanla Azərbaycan qərb rayonları arasında deməli, kommunikasiyanın təmin edilməsi zamanı Azərbaycanlıların müvafiq gömrük yoxlama prosedurlarına keçməsi ilə bağlı məsələlərdir. Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Çox üzr istəyirəm. Bəlkə elə dövlət başçısının öz dilindən həmin mövqeyə bir daha biz diqqət yetirək. Çünki sülh danışıqlarının təbii ki, tərkib hissəsidir nəqliyyat kommunikasiyalarının açılması. Elə bununla bağlı dövlət başçımızın çıxışı var. Gəlin onu bir gəzləyək, sonra davam edəcəyik. Azərbaycan əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq. Biri Ermənistan üzərindən, biri İran üzərindən və faktiki olaraq biz Naxçıvanı və Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik. Və faktiki olaraq Naxçıvanın da baş planı da hazırlanır, həm şəhərin, həm bütün şəhərlərin və Qarabağ və Şərqi Zəngəzurda gedən quruculuq işlərə paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər yaşıl enerjisi olsun, istər kənd təsərrüfatı, istər suvarma, indi orada böyük suvarma layihələri icra ediləcək. Turizm, bu bölgəni biz birləşdirəcəyik. Mən bunu bir də demək istəyirəm, onsuz da biz bunu edəcəkdik. Amma yaxşı ki, bunu biz sülh yolu ilə edirik. Və burada Ermənistan da təbii olaraq bundan ancaq fayda görəcək. Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq. Azərbaycanla Ermənistan arasında yollar açılacaq, Türkiyə-Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan üzərindən İran dəmir yollarına çıxış əldə edəcək. Azərbaycan üzərindən Rusiya dəmir yollarına çıxış əldə edəcək. Yəni, bu Ermənistan üçün də faydalıdır. Yəni ki, burada uduzan tərəflər olmamalıdır. Hər halda iqtisadi və nəqliyyat nöqteyi nəzərdən uduzan tərəf olmayacaq. Əgər kimsə özünü siyasi cəhətdən uduzmuş hesab edirsə, bu necə deyərlər, onun problemidir. Amma əgər bu məsələyə praqmatizm nöqteyi nəzərdən hər kəs baxsa, hər kəs burada özü üçün bir xeyirli bir iş görə bilər. Əslində, dövlət başçımız kifayət qədər aydın konturlar müəyyən etdi. Azərbaycan, bir daha deyirəm, bu prinsipal mövqeyi müdafiə edir ki, Azərbaycan vətəndaşı, Azərbaycan bir ərazisindən, bir torpağından digərinə hərəkət etməsi Azərbaycan konstitusiyası ilə onun bir mənalı şəkildə hüququdur, təsbit olunmuş hüququdur, həm də azadlıq hüququnun çox təməl hissəsidir və hansısa digər dövlətin sərhədçisinin, gömrükçüsünün yoxlama keçirməsi, Azərbaycan vətəndaşı Azərbaycan ərazisindən Azərbaycan ərazisinə xarici dövlətin yoxlamasına keçərək getməsi bu qəbul olunmazdır və dövlət başçımızın mövqeyi bununla bağlı kifayət qədər qətidir. Əlbəttə, bugün gömrük prosedurları, beynəlxalq hüquq, dövlətlərin daxili yurisdiksiyası Azərbaycan bu məsələlərə kifayət qədər hörmətlə yanaşır. Azərbaycan bu məsələlərin tam qəti işlək olmasının tərəfdarıdır, amma digər nümunələrdə. Məsələn, Azərbaycan ərazisindən Ermənistana keçəcək vətəndaşlarımız, təbii ki, Ermənistana gedəcək vətəndaşlar və yaxud başqa ölkənin vətəndaşları və yaxud başqa ölkəyə gedəcək, bunlar təbii ki, adi prosedurlardan keçməlidir. Ermənistan da hələ ki, çıxış yolunu müvafiq avadanlıqların qurulması ilə təmin etmək istəyir, amma istənilən halda hesab edirəm ki, bu da müzakirə mövzusudur. Yəni, bu bütövlükdə bizim üçün əsas düyün nöqtəsi deyil. Böyük sülhə gedən yolda indiki halda siyasi iradə ortadadır. Tərəflər artıq bununla bağlı razılığa gəlib. Son vaxtlar ritorika hətta Ermənistanın mövqeyinin bu istiqamətdə kifayət qədər yumuşalması ilə bağlı güman etməyə ciddi əsaslar ortaya çıxarıb. Əlbəttə, bir daha deyirəm, Ermənistan seçki ərəfəsindədir və Ermənistanın rəhbəri indiki halda bu kimi məsələlərdə xüsusi güzəşt nümayiş etdirərək, hətta bu əməli olaraq etsə də, bunu praktik olaraq dilə gətirə bilməsi o qədər dağlabatan deyil. Çünki erməni cəmiyyəti kifayət qədər
bu məsələlərə dırnaqarası həssaslıq nümayiş etdirən cəmiyyətdir. Təsəvvür eləyin, biz sərhədlərin delimitasiya demarkasiyasını həyata keçirərkən Ermənistanın Tovuz istiqamətində, o bölgədə bizim Tovuz rayonu istiqamətində, Qazax rayonu istiqamətində yaşayanlar bir keşişin rəhbərliyi altında ayağa qalxmışdılar. Sanki Azərbaycana Ermənistan torpaqları verilir. Yəni, belə bir cəmiyyətdə təbii ki, bu konstitusion islahatlar barədə danışmaq, Azərbaycana qarşı ərazi iddialarının konstitusiyadan çıxarılması barədə açıq bəyanatlar vermək indiki halda mövcud hakimiyyət rəsmləri tərəfindən mən düşünmürəm səsləndirilsin. Amma bu bəyanatlar indiki halda seçkiyə qədər verilməsə də belə buna müəyyən hər halda inam Paşinyan ortadadır nəzərə ki, almalıdır ki, məğlub qalib olaraq onu yenidən cəmiyyət seçdi. Bəli, indiki halda yalnız o populizm naminə bu bəyanat səslənməyə bilər. Amma burada ortada ciddi əminlikdən artıq danışmaq olar ki, Azərbaycanın yaratdığı, Azərbaycan prezidentinin yaratdığı geosiyasi status quo, geosiyasi şərait, eyni zamanda Ermənistanın artıq sülh ona nələr gətirə bilər tədricən dərk etməsi fonunda seçkilər sonrası konstitusion islahatlar bir mənalı şəkildə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan tələblərinin yerinə yetirilməsi ilə nəticələnəcək. Hansı meyarlarla ölçülür? Son 2 dəqiqəmiz qalıb. Bəhruz müəllim, Zayed sülh mükafatı. Bilirsiniz ki, hər il Nobel sülh mükafatları verilir və həmin sülh mükafatlarının verilməsinə əsas səbəb dünyanın ayrı-ayrı liderlərinin, şəxslərinin ayrı-ayrı bölgələrdə davam edən münaqişələrin başa çatdırılması istiqamətində səylərinə görə müəyyən olunur. Amma o səylərinə görə mükafat alan və barəsində mükafat verilən münaqişələr hələ davam edir. Cənab İlham Əliyev isə real sülh ortaya qoydu. Üstəlik, bu real sülhün gələcəkdə hər hansı formada əngəllənməsinə imkan yarada biləcək digər bütün situasiyalar aradan qaldırdı. Məsələn, separatizm aradan qaldırdığı kimi. Bu mənada Azərbaycan prezidentinə bu mükafatın verilməsi Azərbaycanın qlobal aktör rolunun, qlobal sülh yaradan lider qismində Cənab İlham Əliyevin tanınmasının Azərbaycanın bütövlükdə qlobal mühitdə artan güc və imkanlarının göstəricisidir. Nobel sülh mükafatı ilə müqayisə etmək olarmı? Çünki bəzi ekspertlər Nobel sülh mükafatı nəticələrinə görə kifayət qədər siyasiləşib və Nobel sülh mükafatı alan və Nobel sülh mükafatları verilən münaqişələr hələ də davam edir. Azərbaycan prezidentinin sülhə nail olduğu münaqişə isə artıq yoxdur. Nəticə və fərqlər bundan ibarətdir.